Что касается экономики, то она развивается хорошими темпами. Вот за прошлый год, за позапрошлый 11 миллиардов был оборот, если в долларах считать, а за прошлый 2025 год 6,4 миллиарда. Ну, хочу обратить внимание, что, скажем, с соседней страной, с Азербайджаном, меньше 5. Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Və Putin bunu xüsusilə qeyd eləməkdən çəkinmədi, bir neçə rəqəm də səsləndirdi. Dedi ki, qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan artıqdır. Bu Azərbaycanla müqayisədə xeyli çoxdur. Ancaq onu da qeyd elədi ki, əvvəlki ildə qarşılıqlı ticarət dövriyyəsi 11 milyard dollar olub. Yəni kifayət qədər azalma var və bu proses bundan sonra da davam edə bilər. Və təbiidir ki, bu prosesin davam etdirilməsi Ermənistan üçün ciddi sıxıntılar yarada bilər. Başqa problemlər də var. Ucuz qaz verdiklərini bir daha xatırlatdı və işarə elədi ki, əgər bundan sonra Ermənistanda hakimiyyətdə Paşinyan olsa, qiymətlər Avropa səviyyəsinə qaldırıla bilər. Demədiyi məsələlər də oldu. Misal üçün, onu demədi ki, Ermənistandan getmiş və Rusiyada çalışan əmək miqrantları ötən il təqribən 3 milyard dollar öz vətənlərinə vəsait göndəriblər ki, bu da çox böyük rəqəmdir. Digər asıllıqlar da mövcuddur. Ermənistanın ən mühüm müəssisələri Rusiyanın ya mülkiyyətindədir, yaxud da Rusiyanın idarəçiliyinə verilib və yeri gəlmişkən Rusiyanın 30 il müddətinə götürdüyü Ermənistan dəmir yolları da bugün Ermənistan hakimiyyətinə ciddi problemlər yaratmaqdadır və bu problemlərin aradan qaldırılması üçün Paşinyan Rusiya müraciət elədi. Bəlkə bu dəmir yollarını dost ölkələrinin birinə konsesiya müqaviləsi əsasında verəsiz. Yəni sizin fəaliyyətiniz Ermənistanı qane eləmir. Başqa problemlər də təbiidir ki, mövcuddur. Ancaq Paşinyan Rusiyanın prezidentinin bu örtülü hədə qorxusuna kifayət qədər səbirlə və dözümlə yanaşdı. Onu nəzərinə çatdırmağa çalışdı ki, Ermənistan hər şeyə hazırdır, hər şeyi əvvəlcədən götür-qoy eləyib və bu hədələr onun xarici siyasət xəttini dəyişdirməyəcək. Ermənistan doğrudanmı hər şeyə hazırdır və Rusiyanın yaradacağı problemlərin öhdəsindən asanlıqla gələ biləcəkmi? Bunu parlament seçkiləri və ondan sonraki dövr açıq şəkildə göstərəcək. Ancaq bir şey aydındır ki, Ermənistanı və Ermənistanın bugünkü lideri Nikol Paşinyanı çox ciddi problemlər və çox ağır günlər gözləyir.